Həm də video kayıt alıram ki, digər uşaqlar da qoşula bilməyənlər baxsın. Deməli, biz sizinlə sürəti keçdik, sürətə təsir edən amilləri keçdik. Qaldı bizim tarazlıq halımız. Əslində isə keçən dəfə izah etmişdik bir-iki şey. Deyirik ki, reaksiyanın sürəti get-gedə, düzünə gedən reaksiyanın sürəti get-gedə azalır. Əksinə gedən reaksiyanın sürəti isə get-gedə artır. Yəni necə? A maddəsidir, çevrilib B maddəsinə. A maddəsinin B maddəsinə çevrilməsini biz işarə edirik V düzünə ilə. B maddəsinin A maddəsinə çevrilməsini isə işarə edirik V əksinə ilə. Biz də deyirik ki, tarazlıq halı o hala deyilir ki, elə bir andır ki, düzünə gedən reaksiyanın sürəti əksinə gedən reaksiyanın sürətinə bərabərdir. Qrafikdə də baxın bu formu göstəririk. Nömrələdikdə 1, 2, 3 xətti ilə birinci xəttimiz düzünə gedən reaksiyanın sürətidir, çünki get-gedə azalıbdır. Üçüncü xəttimiz əksinə gedən reaksiyanın sürətidir, çünki get-gedə artıbdır. İkinci xəttimiz isə tarazlıq halımızdır. Tarazlıq halında V düzünə bərabərdir və əksinəyə. Bu yazdıqlarıma əsasən bir reaksiya yazın. Misal üçün A maddəsi əmsalı A olsun, B maddəsi əmsalı B olsun, C maddəsi əmsalı C və D maddəsi əmsalı D. Biz burada düzünə və əksinə gedən reaksiyanın düsturlarını yazmalıyıq. Yəni düzünə, V düzünə burada nəyə bərabər olacaq? K düzünə vurulsun C-A-nın qatlığı kvadratı. Bu C qatılıq deməkdir. Yəni A maddəsinin qatlığı əmsalı A-dır deyə qüvvətində A yazıram. Vurulsun C-B maddəsinin qatlığı. Yenə əmsalı B-dir deyə qüvvətində B yazıram. Və əksinə gedən reaksiyamızın sürəti isə K əksinə vurulsun C əmsalımız C-dir deyə C maddəsində qüvvəti də C vurulsun D maddəsində CD maddəsində daha doğrusu qüvvətində də D. Dedik ki, tarazlıq halımızda V düzünə V əksinəyə bərabərdir. Düzdür? V düzünə V əksinəyə bərabərdirsə, yazırsınız ki, K düz vurulsun CA üstü A vurulsun CB üstü B bərabərdir. K əksinə C üstü C vurulsun CD üstü D. Bizim tarazlıq sabitimiz K-mız bərabərdir. K düzünə, yəni düzünə gedən reaksiyanın sürət sabiti bölünsün əksinə gedən reaksiyanın sürət sabitinə. Biz də baxın, bu yuxarıda yazdığım bu düsturdan, bundan ifadə olaraq çıxardırıq ki, onda düzünə gedən reaksiyanı əksinə gedən reaksiyaya böləndə nə olunur? Olunur ki, C maddəsinin qatlığı bölünsün, vurulsun CD maddəsinin qatlığı bölünsün CA üstü A vurulsun CB üstü B. Yəni bu qədər yazdıqlarımızdan nəticədə o çıxır ki, tarazlıq sabiti düzünə gedən reaksiyanın sürət sabitini əksinə gedən reaksiyanın sürət sabitinə bölməklə tapılır. Və yaxud da o da bərabərdir C maddəsinin qatlığı ilə, yəni D maddəsinin qatlığının hasili bölünsün A ilə B-nin hasili. Qısaca reaksiya məhsullarının qüvvətləri nəzərə alınmaqla əmsallarını vurursunuz, əmsalları nəzərə alınmaqla hasilini tapırsınız, bölürsünüz başlanğıc maddələri. Reaksiya məhsullarının qatlıqları hasilini bölürsünüz başlanğıc maddələrin qatlıqları hasilini. Bu da bizə verir tarazlıq sabitini. Aydın oldu? Bəli, Aha. bəli. Bildikdən sonra bu düsturu qəşəng bilməlisiniz.
Biz bu düstura əsasən məsələ həllərimiz olacaq ki, bu test topluluğunda o məsələlər artırılıb. Bunlara ayrıca bir vaxt ayıracağıq, hamısına baxacağıq. İndi gəlirik bizim bu tarazlıq halımıza təsir edən amillərimizə. İlk öncə temperaturdan başlayaq. Temperaturdan asıllığımız necədir? Misal üçün bir reaksiya yazıram. Mən bilirəm ki, bu birləşmə reaksiyasıdır. Birləşmə reaksiyasıdırsa, istilik effektimiz nədir? Müsbət cür. Deməli, mən temperaturdan asılılıqda əgər desəm ki, reaksiyanın sağ tərəf və yaxud da reaksiyanın reaksiya məhsulu tərəfinə və yaxud da desəm ki, sağ tərəfə, reaksiya məhsulu tərəfinə, düzünə gedən reaksiya tərəfə desəm, temperaturu nə etmək lazımdır sualını versəm, siz baxırsınız ki, eksotermik reaksiyadır, müsbət güdür. Sağ tərəfimiz müsbət güdürsə, deməli mən bu reaksiyanın sağ tərəfə getməsi üçün temperaturu azaltmalıyam. Elə bilin ki, müsbətin əksi azaltmaq. Müsbət olanda azaldır. Bura müsbət güdürsə, bu tərəf mənfi güdür. Mənfi güdürsə, deyirik ki, sol tərəfə getməsi üçün isə artırmaq lazım. Müsbət Q tərəfə azaltmaq, mənfi Q tərəfə artırmaq. Bu reaksiya üçün temperaturu artırsam sol tərəfə gedəcək, temperaturu azaltsam sağ tərəfə gedəcək. Bu qədər. Temperaturun təsiri bundan ibarətdir. Daha sonra gedirik qatılığın təsirinə. Yadınızda saxlayın ki, tarazlıq həmişə qatılıq az olan tərəfə gedər. Qatılıq çox olan tərəfə getməz. Qatılığın az olması üçün ya, misal üçün reaksiyanın sağ tərəfə getməsini istəyirəmsə qatılığın təsirində, ya sol tərəfdəkiləri artırmalıyam ki, misal üçün əvvəl tarazlıq halında bura 4-dür, burada 4-dür. Bu sağ tərəfindəkilərin hər hansı birini artırmalıyam ki, artıq daha doğrusu başlanğıc tərəfdəkilərin hər hansı birini, sol tərəfdəkilərin hər hansı birini artırmalıyam ki, burada artıq çox olan tərəf sol tərəf olsun, reaksiya sağa getsin. Sağa getməsi üçün sol tərəfi artırmalıyam və yaxud da dedik axı hər ikisi 4-4-dür. Sağ tərəfin özündəki maddələrdən hər hansı birini çıxartmalıyam. İndi burada bir maddədir, NH3-dür. NH3-ü çıxartmalıyam, yəni 3-ə gətirməliyəm misal üçün. O zaman da reaksiya sağa gedəcək. Sağa getməsi üçün sol tərəfi əlavə eləməliyəm, sağ tərəfin özünü çıxartmalıyam. Və yaxud da sola getməsi üçün reaksiyanın sağ tərəfdən əlavə eləməliyəm, sol tərəfin özünü çıxartmalıyam. Yəni mən burada hidrogeni çıxartsam, reaksiya sola gedəcək. Hidrogeni əlavə eləsəm, sağa gedəcək. Bu da olur bizə qatılığın təsiri. Daha sonra gəlirik qatılığın təsirini dedikdən sonra təzyiqin təsirinə. Bunlara indi aid suallara test topludan baxacaq. Təzyiqin təsirində baxın eyni reaksiyanı yazıram. Təzyiqimiz yalnız nəyə təsir göstərir? Bərk maddəyə təsir göstərir. Baxıram, buradakıların hamısı qazdır. Deməli, hər birinə təsir göstərəcək. Hər birinə təsir göstərəcəksə, həcmlərini yazıram. Bura 1, bura 3, 4. Bura isə 2. Həcm az olan tərəfə yönəltmək təzyiqi artırmalıyam. Yəni, sağ tərəfə getməsi üçün sağ tərəfdə həcm azdır. Onda mən təzyiqi artırmalıyam. Sol tərəfə getməsini istəyirəmsə, həcm çoxdursa azaltmalıyam. Təzyiqimizin təsiri də bundan ibarətdir. Amma misal üçün yazsam ki, bərk maddəli bir reaksiya, o zaman bərk maddənin əmsalını nəzərə almırsınız. Həcmin özünün təsirinə gəldikdə isə həcm az olan tərəfə qabın həcmini ilə azaltmalıyam, həcm çox olan tərəfdə isə qabın həcmini çoxaltmalıyam. Yəni, sola getməsi üçün qabın həcmini çoxaltmalıyam, sağa getməsi üçün isə azaltmalıyam.
Bu dediklərimi qəşəngcə öyrəndikdən sonra gəlirik, nəyə baxırıq? Buna aid suallara baxırıq ki, görək biz bu dərsdəki sualları necə qavraya bilmişik. Gözləyirsəm, hə, gəldik bura. Misal üçün gəlin baxaq birinci suala. Tarazlıqda olan bu reaksiya üçün temperaturu və NO2-nin qatlığını necə dəyişmək lazımdır ki, tarazlıq sağ tərəfə, yəni reaksiya məhsulu tərəfə getsin. Baxan kimi görürəm ki, sağ tərəf mənfi 2-dür. Mənfi 2-dürsə temperaturu nə etməliyəm? Artırmalıyam. NO2 tərəfinin özüdür deyə, NO2 özü ilə sağ tərəfdə yerləşir deyə, NO2-nin qatlığını isə azaltmalıyam. Əgər sol tərəfdə yerləşsəydi artıracaq. Yəni doğru cavab C bəndidir. Tarazlıqda olan reaksiyalarda. Bəli, Rəqsanə. O tərəf, yəni iki tərəf olan hissəni izah edərdiniz. Əlbəttə, bax, deyir ki, NO2-nin qatlığını necə dəyişmək lazımdır ki, reaksiya sağ tərəfə getsin. NO2 özü hansı tərəfdədir? Elə sağ tərəfin Sağ özündədir. tərəfdə. Özü sağ tərəfdədir deyə, deməli, mən NO2-ni azaltmalıyam ki, özü tərəfə getsin. Bildin? Bəli. Əgər Bəli. artırsaydım, özünün əksinə, sol tərəfə gedəcəkdi. Gəldik 2-yə. Bəli. Tarazlıqda olan reaksiyalardan hansında temperaturun və təzyiqin artırılması tarazlığı sağa yönəldir? Temperaturun artırılması deyirsə, deməli, mənfi 2 olanları götürməliyik. B bəndi, C bəndi, Y bəndi doğrudur. Bizə deyir ki, təzyiqin artırılması. Təzyiqin artırılması deyirsə, deməli, mol miqdarı, həcmi az olan tərəfdir. Həcmi az olan tərəfdirsə, gəlin baxaq variantlara. Qaz halında olan. Buna baxmırsınız, buna da baxmırsınız. Bura 4-dür, burada 4-dür. Bərabərdirsə, bura təzyiq təsir göstərmir. C variantında bərklərə baxmırsınız, sadəcə CO2-dir. Deyirik ki, sol tərəf onda 0-dır, sağ tərəf isə 1-dir. Deməli, onu da sağ tərəfə yönəltmək üçün yenə azaltmaq. Amma B variantında bura 3-dür, bura heç mayi halı nəzərə almırıq. 0-dırsa, deməli, tarazlığı sağa yönəltmək üçün nə etməliyik? Təzyiqi Artırmaq lazım. və sonra keçirik davamına. Temperatura bax, mənfi müsbət 2-yə baxırıq, təzyiqə baxanda mola. Bəli. Gəlirik indi 3-ə. Reaksiyasında tarazlığı sola tərəf necə yönəltmək olar? Təzyiqi azaltmaqla. Baxaq, sola tərəf göndərmək istəyirəm, yəni əksinə. Təzyiq burada təsir göstərmir. Çünki bərk maddələri çıxanda burada 4 moldur, burada 4 mol. Bərabərdirsə təsir göstərmir. Temperaturu azaltmaqla. Bura mənfi 2-dürsə, bura müsbət 2-dür. Müsbət 2-dürsə, bəli, temperaturu azaltmaqladır. Hidrojeni artırmaqla, bəli, hidrogen çünki sağ tərəfdədir. Hidrojeni artırsam, reaksiya sola gedəcək. Deməli, bu da doğrudur. Gəldik 4-cü suala. Bəli. Biz mənfi 2 olanda temperaturda Bax, mənfi 2 sağ tərəfdir. Sol tərəfimiz müsbət 2-dür. Sol tərəfimiz müsbət 2-dürsə, deməli, temperaturu azaltmalıyıq. Bax, yenidən izah edirəm sualı, diqqətlə qulaq asın. Bizdən sola tərəf verməsini, başlanğıc maddə tərəfə istəyir. Bura mənfi 2-dürsə, bu biri tərəf müsbət 2-dür. Müsbət 2-dürsə, temperaturu azaltmaqladır. Təzyiq bura onsuz təsir göstərmir. Hidrojeni də artırsam, yenə reaksiya özünün əksinə, yəni sola gedəcək. Gəldik 4-cü suala.
Reaksiyasında tarazlığı hansı üsulla sağ tərəfə yönəltmək olar? Sağ tərəfə deyirsə uşaqlar, suyu çıxarmaqla. Suyun özünü çıxarsam, əlavə eləməmişəm, çıxarmışam. Çıxarırımsa, reaksiyonda sola gedər, sağa getməz. H-bromu əlavə eləyirəmsə, əlavə eləyəndə özünün əksinə gedir. Sağ tərəfdə olduğu üçün sola gedəcək. Bu düzdür. Yox, bu da səhvdir. Bizə sağa istəyir. Bu da getdi. Deyir, suyu əlavə etməklə. Bəli, suyu əlavə eləsəm sağa gedəcək. Çünki su solda yerləşir. Deməli, suyu götürürəm. H-bromu çıxarmaqla, bəli. H-brom özü sağdadır. H-bromu çıxarsam sağa gedəcək. Deməli, doğrudur. Cavabımız da olur 3 və 4. Gəldim 5-ci suala. Reaksiyasında hansı üsulla tarazlığı sağa tərəf yönəltmək olur? Temperaturu artırmaqla, təzyiqi isə baxıram. Bura 1-dir, bura 2-dir. Təzyiqi isə azaltmaq lazım. Cavabımız yəni D bəndidir. 6. Reaksiyasında tarazlığı hansı üsulla sağ tərəfə yönəltmək olar? Sağ tərəfə yönəltmək üçün temperaturu azaltmaq, təzyiqimiz isə burada 1, burada 2-dir. Təzyiqimizi isə artırmaq lazımdır. Çünki mol miqdarı az olan tərəfdir. Yəni A bəndidir. Mən burada izah eləyirəm. Təbii ki, siz yenidən qəşəngcə oxuyub təzədən işləyəcəksiniz. Hansı reaksiyada təzyiqin artırılması tarazlığı sağ tərəfə yönəldər? Deməli, sağ tərəfimiz mol miqdarı, həcmi az olan tərəfdir. Baxıram, bura 4-dür, bura 2-dir. Az olan tərəfdir. Bunu götürürəm variant olaraq. İkincidə bura 2-dir, burada 2-dir. Bərabərdir, deməli təsir etmir. Üçüncüdə bura 3-dür, bura 2-dir. Az olan tərəfdir, deməli götürürəm. Burada bərk maddəyə baxmıram, hər iki tərəf qazdır. Bərabərdirsə təsir göstərmir, ona görə bunu da götürmürəm. Cavabımız olur 1 və 3 D bəndi. Hansı hallarda təzyiqin azaldılması tarazlığı sol tərəfə yönəldir? Azaldılması sol tərəfə yönəldibsə, deməli maddə miqdarı çox olan tərəfdir. Bura baxıram, 4 buradadır, 2 buradadır. Çox olan tərəfdir, deməli 1-i götürürəm. İkincidə bura 2-dir, bura 3-dür, 4-dür. Az olan tərəfdir, ona görə götürmürəm. Burada yenə təsir eləmir. Bərki çıxanda, çünki burada 1-dir, burada 1-dir, təsir etmir. Dördüncünü götürəcəm, çünki bura 3-dür, bura 2-dir. Sol tərəfimiz çox olan tərəfdir deyə təzyiqi azaldanda sol tərəfə gedəcək. Cavabımız da olacaq 1 və 4. 9. Sistemində temperatur və təzyiqi necə dəyişmək lazımdır ki, tarazlıq sağ tərəfə yönəlsin? Yəni bu biri tərəfə. Müsbət güdürsə temperaturu azaltmaq lazımdır. Cavab ya B-dir, ya Y-dir. Təzyiqimiz isə baxıram ki, mol miqdarı az olan tərəfdir, ya çox olan tərəfdir. Bura 2-dir, bura 3-dür. Görürəm ki, mol miqdarı az olan tərəfdir. Az olan tərəfdirsə əksi olaraq artırmaq lazımdır. Reaksiyasında temperatur və təzyiqi necə dəyişmək lazımdır ki, tarazlıq sağ tərəfə yerini dəyişsin? Mənfi güdürsə temperaturu artırmaq lazımdır. Təzyiqi isə bura 2-dir, bərk maddəni çıxanda burada 1 mol. Mol miqdarı çox olan tərəfdir deyə təzyiqi isə azaltmaq lazımdır. Cavab oldu D bəndi. Reaksiyasında tarazlığa məhsulların alınması tərəfə necə yönəltmək olur? Təzyiqi artırmaqla, bura 2-dir, bura 4-dür. Xeyr, azaltmaqla olardı. Hidrogenin qatlığını artırsam sola gedəcək, çünki hidrogen özü sağ tərəfdədir. Temperaturu azaltmaqla xeyr, temperaturu artırmaq lazım. CO2-nin qatlığını artırmaqla bəli. Çünki CO2 sol tərəfdədir, artırsam sağa gedər. Yəni D bəndi. 12. Reaksiyasında tarazlığın məhsulların alınması tərəfə necə yönəltmək olar? Təzyiqi artırmaqla, bura 2 moldur, bura 4 moldur. Xeyr. Hidrogenin qatlığını artırmaqla, xeyr, artırsam sola gedəcək.
Temperatur azaltmaqla xeyir, artırmaq lazımdır. CH4-ün qatlığını artırmaqla bəli. CH4-ü artırsam reaksiya sağa gedəcək. Hansı reaksiyada təzyiqin artması kimyəvi tarazlığın yer dəyişməsinə təsir etmir? Deməli, mol miqdarları bərabər olmalıdır. Y variantına baxırıq. Bura 2-dir, bura da 2-dir. Bərabərdir. Deməli, təsir etmir. 14-də yenə təsir etmir soruşur. Yenə B bəndidir. Çünki burada 2-dir, burada 2-dir. Bərabərdir. 15. Tarazlıq halında düzünə və əksinə bərabərdir. Yalnız 2. 16-da yenə yalnız 1 bərabərdir. Hansı maddənin qatlığını artırsaq tarazlıq sağa yönələr? Sağa getməsi üçün soldakıları artırırıq. Yəni 1 və 2-ni. B bəndi. Bu ifadə deyir nəyi əks edir? Reaksiya məhsulunu başlanğıc maddəyə bölmüşəmsə, tarazlıq sabitini tapmışam deyir. Deyir, sisteminə aid qrafikin hansı hissəsində birləşmə reaksiyasının sürətinin zamandan asılılığını göstərir? Birləşmə reaksiyası düzünə gedən reaksiyadır. Biz də bilirik ki, düzünə gedən reaksiya qrafik olaraq 1-dir, yəni get-gedə azalmalıdır. Ona görə C bəndi. Parçalanma isə əksinə gedən reaksiyadır. Əksinə gedən reaksiyanın sürəti də get-gedə artır, yəni 3-cüdür, Y bəndi. Daha sonra qoyun silim. Ümid edirəm ki, izahımı başa düşürsünüz. Video izah olaraq da yükləyəcəm. Siz də yenidən yazacaqsınız. Nə sualınız varsa, gələn dəfə yenidən verəcəksiniz. Tarazlığını sola yönəltmək üçün reaksiya mühitinə hansı maddə əlavə edilməlidir? Sola yönəltmək üçün, əksinə yönəltmək üçün sağdakılardan biri əlavə olunmalıdır. Cavab B bəndi. Sağa yönəltmək üçün isə soldakılardan biri əlavə olunmalıdır. Yəni, variant olaraq C2H5OH. Hansı reaksiyada təzyiqin dəyişməsi kimyəvi tarazlığa təsir edir? Elə A variantı. Mol miqdarı fərqli olmalıdır. Digər variantlara baxanda görürəm ki, bərabərdir. 2, 2, 2, 2. Burada bərk maddələri çıxanda 1, 1, 1, 1. Yəni A bəndi. Hansı reaksiyada təzyiqin azaldılması nəticəsində tarazlıq sol tərəfə, yəni başlanğıc maddə istiqamətinə yönələr? Yəni mol miqdarı çox olan tərəf olmalıdır. O variantımız da Y variantıdır. 2, 1, bura 3-dür, bura 2-dir. Çox olan tərəfdir deyə azaltmaq lazım. Buradan sonrasına özünüz baxarsınız. Mən keçirəm 32-ni izah eləyim. Sonra keçim görüm daha çətin nə varsa onları izah eləyim. Gəlirik 32-yə. Hansı reaksiyada Porşeni bir vəziyyətindən 2 vəziyyətinə gətirdikdə kimyəvi tarazlıq başlanğıc maddələr tərəfə yönələr? Baxın, burada təzyiq çoxdur. İkincidə isə azdır. Deməli, siz fikirləşməlisiniz ki, təzyiqi azaltsam, hansı reaksiyada başlanğıc maddə tərəfə gedər? Baxaq. A variantında bura bərkdir deyə nəzərə almırıq. Bura 1-dir, bura 2-dir. Mol miqdarı az olan tərəfdir deyə başlanğıc maddə azaltsam sola yox, sağa gedəcək. Ona görə A bəndini götürmürük. B bəndinə ümumiyyətlə təsir etmir, 2-2-dir. I bəndinə də təsir etmir, 2-2-dir. Y bəndinə də bərk maddəni çıxanda 1-1 qalır. Buna da təsir etmir. Cavabımız C bəndidir. Çünki bura 3-dür, bura 2-dir. Mol miqdarı çox olan tərəfdir deyə təzyiqi azaltdıqda sola gedəcək. Aydın oldumu? Sadəcə bu şəkli başa düşmək lazımdır ki, təzyiqi azaltmağı nəzərdə tutur. Sonra burada bəzi suallar sizə çətin gələ bilər. Görüm, indi o çətin suallardan izah edəcəm. Əvvəlcə bir dənə sual sayına baxım. 82 dənədir. Mən burada indi sizə əsas məsələ nələri izah edəcəm. 46-45 yox, burada bir dənə gözümə dəymişdi. Bu səhifədə. Bu səhifədə mən sizə izah edirəm 36-nı, diqqətlə qulaq asın. 36-da nə deyir? Deyir, dönən reaksiyadır. Yadınızda saxlayın ki, reaksiyanın axıra qədər getməsinin şərti odur ki, başlanğıc maddələrdən biri sıfıra enməlidir. Baxıram ki, burada sıfıra enibdir. Sıfıra enibdirsə, deməli, dönməyən reaksiyadır.
Burada yazıb dönən reaksiyadır, səhvdir. Sıfıra enibsə reaksiya axıra qədər gedibdir, doğrudur. T1 anında reaksiya sıfıra bərabərdir, doğrudur. Çünki reaksiya maddələrdən biri sıfıra enibsə, deməli reaksiya bitib. 37. Parçalanma reaksiyasının sürətinin zamandan asıllıq qrafikinə əsasən nə doğrudur? Sürət get-gedə azalır və sıfıra enibdir. Sıfıra enibdirsə reaksiya axıra qədər gedibdir. Dönən reaksiyadır, səhvdir. İlkin maddə T1 anında tam sərf olunur, bəli, çünki sürət sıfıra enibdir. Sonra 38-ə baxırıq. Reaksiyaya daxil olan və alınan maddələrin zamandan asıllıq qrafikinə əsasən reaksiya axıra qədər gedib səhvdir, çünki sıfıra enən yoxdur burada. Dönən reaksiyadır, doğrudur. Axıra qədər getməyibsə dönəndir. T1 anında düzünə və bəli, çünki qatlıqlar sabitləşib. Qatlıqlar sabitləşibsə, deməli tarazlıq halıdır. Tarazlıq halında da düzünə və əksinə bir-birinə bərabərdir. Ona görə doğru cavab B bəndidir. Bunlar artıq getdi. Baxarsınız, bu qrafiklər tiplidir. Özünüz həll edərsiniz. Gəlirik, 45-i izah edirik. Tarazlıqda olan bu sistemə bir qədər H-flor əlavə edilibdir. H-flor əlavə edilibdirsə, reaksiya sağa gedəcək. Yəni, reaksiyanın sağa getməsi o deməkdir ki, flor ilə suyun miqdarı artacaq. H-flor müəyyən miqdar var imiş. Əlavə eləmişəm deyə H-flor biraz yuxarı qalxıb, sonra sərf olunacaq deyə azalacaq. Baxın, D variantıdır burada. Flor ilə su birbaşa artır. Çünki reaksiya məhsulu da artacaq onsuz. H-floru mən əlavə eləmişəm deyə biraz qalxıb, sonra azalıbdır. Oksigeni əlavə eləməmişəm. Birbaşa azalıbdır deyə birbaşa da azalıb. Ona görə cavab D bəndi olubdur. 46-da hidrogen əlavə eləmişəmsə reaksiya sağa gedir. Deməli, H-yod onsuz artır. H-yodun artan variantına baxacaq. H-yodun artan variantı cavab burada Y-dir. Baxın, H-yod artıbdır. Hidrogeni əlavə eləmişəm deyə hidrogen biraz artıb, sonra riski azalıbdır. Yod isə elə birbaşa azalıbdır. Ona görə Y bəndi. Aydın oldu? Sonra gələk 48-ə baxaq. Deyir ki, bu reaksiyanın həmin deməli uşaqlar, reaksiyanın tarazlıq sabitinin düsturunu yazsaq, bilirik ki, Z nasilini vururuq T-yə, bölürük X və Y-də tarazlıq sabitində. Mən də görürəm ki, Z və T-nin qiyməti X və Y-dən böyükdür. Kəsirin sürəti məxrəcindən böyükdürsə, deməli o özü də 1-dən böyükdür. Düzdür, çünki Z və T X və Y-dən böyükdür. Onda kəsirin sürəti məxrəcindən böyükdürsə, bu kəsir 1-dən böyükdür. Katalizator iştirak etdikdə artır, yadınızda saxlayın. Katalizator təsir etmir. Sadəcə reaksiyanı sürətləndirir. 1-dən kiçikdir, xeyr. 1-dən böyükdür. Bizdən səhvləri istəyir deyə cavab olur C bəndi. Əgər Z və T X, Y-in aşağısında olsaydı, onda 1-dən kiçik olardı. Sonra 50-də nə edirsiniz? 50-də sərf olunan miqdarına baxıb əmsalına yazırsınız. Yəni, X-im 8-dən 7-yə düşübsə 1 mol sərf olunubdur, əmsalı 1-dir. Y-im 8-dən 6-ya düşübsə 2 mol sərf olunubdur. Z-im 1-dən 4-ə qalxıbsa əmsalı 4-dür. T-im də 1-dir. Yəni, bu cür. Sonra burada biraz çətin məsələlər də təbii ki olacaq. Onları da gələn dəfə